Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz ümumi tarixdən Osmanlı İmperiyası mövzusudur. Biz bugünkü mövzuda Osmanlı İmperiyası, durğunluq və geriləmə dövründə mövzusunu keçəcəyik. Osmanlı İmperiyası dünya tarixinin ən qüdrətli imperiyalarından biri olub. Osmanlı dövləti 1302-ci ildə yaranıb, 1922-ci ilə qədər mövcud olmuşdu. Osmanlı İmperiyasının paytaxtları Söğüdlü, Bursa, Ədirnə və daha sonra isə İstanbul şəhərləri olmuşdu. Osmanlı İmperiyası öz qüdrətinin zirvəsinə 16-cı əsrdə çatmışdı. Sultan Süleyman Qanunun hakimiyyəti dövründə. Lakin 16-cı əsrin sonlarında artıq Osmanlı dövlətidəki yüksək inkişaf prosesi dayanmışdı. Bu yüksək inkişaf prosesi durğunluqla əvəz edilmişdi. 16-cı əsrdə Osmanlı İmperiyası üç qitədə torpaqlara malik idi. Asiyada, Afrikada, Avropada torpaqlara malik idi. Sultan Süleymanın hakimiyyəti dövründə Səfəvilərlə müharibə aparılmış. Daha sonra isə digər Osmanlı sultanlarının dövründə Sultan 3-cü Muradın dövründə də müharibə aparılmış, 4-cü Muradın da dövründə. 16-cı əsrdə Səfəvilərlə aparılan müharibələr nəticəsində artıq Osmanlı İmperiyası ərazisini şərqə, Xəzər dənizinə qədər genişləndirmişdi və ərazisini biraz da artırmışdı. Bu dövrdə Osmanlı İmperiyasında qarşısına bir sıra məqsəd qoymuşdu. O, Don və Volqa çaylarını, Aralıq dənizini, Qırmızı dəniz və Hind okeanı ilə birləşdirən kanallar layihəsi işləyib hazırlamışdı. Məqsəd bu layihələri istifadəyə vermək və iqtisadi gəlirlərini daha da artırmaqdan ibarət idi. Lakin bu dövrdə Osmanlı dövlətində, Osmanlı İmperiyasında baş verən iqtisadi durğunluq bu prosesin həyata keçirilməsinə mane olmuşdu. Osmanlı İmperiyasında durğunluq dövrü 16-cı əsrin 70-ci illərindən 1699-cu ilə qədər olan dövrü əhatə edir. Ümumiyyətlə, Osmanlı İmperiyasında durğunluq və geriləmənin səbəbləri nələrdir? Durğunluq və geriləmənin həm daxili səbəbləri, həm də xarici səbəbləri vardır. Daxili səbəblərin nələrdən ibarət idi? Mərkəzi hakimiyyətin zəifləməsi, həmçinin bu dövrdə iqtisadiyyatın zəifləməsi Osmanlı dövlətində durğunluğun başlıca səbəblərindən biridir. Həmçinin bu dövrdə ordu quruculuğunda baş verən nöqsanlar da Osmanlı dövlətində daxili durğunluğa səbəb olan amillərdən ibarət idi. Bu dövrdə Osmanlı İmperiyasının əhalisinin böyük əksəriyyəti kəndlilərdən ibarət idi. Kəndlilər isə öz təhlükəsizliyini təmin etmək üçün şəhərlərə köçürdülər. Bu da dövlətin daxili tənəzzülünün səbəblərindən biri hesab edilirdi. Artıq elm və təhsil sisteminin dini xarakter daşıması, dünyəvi xarakter daşımaması elm və təhsil sistemi də tənəzzülə uğrayırdı. Bu dövrdə Osmanlı dövlətinin tənəzzülünün xarici səbəbləri də vardı. Xarici səbəbləri Osmanlı dövləti sərhədlərini genişləndirə bilmirdi. Güclü dövlətlərin əhatəsində olması, hansı güclü dövlətlər? Avstriya idi, Rusiya idi, Səfəvilər kimi güclü dövlətlərin əhatəsində olması Osmanlı dövlətinin tənəzzülünün xarici səbəbləridir. Artıq bilirik ki, 15-ci əsrin sonlarından böyük coğrafi kəşflər başlamışdı. Bu proses 16-cı əsrdə sürətlənmişdi. Artıq coğrafi kəşflər nəticəsində Osmanlı dövləti əvvəlki iqtisadi gücünü itirirdi. Artıq bəzi dövlətlər Osmanlı ərazisindən keçməyə ehtiyac duymurdular. Avropadakı inkişafla müqayisədə Osmanlı dövləti geridə qalırdı. İdarə etmə sistemini də yeniliklərin edilməməsi, təkmilləşdirilməməsi də Osmanlı dövlətinin tənəzzülünün xarici səbəblərinə aid idi. Bu dövrdə Osmanlı dövlətində qəfəs üsulu deyilən bir sistem tətbiq edilmişdi. Qəfəs üsulu nə idi? İlk dəfə Osmanlı Sultanı 1-ci Əhmədin hakimiyyəti dövründə tətbiq edilmişdi. 1-ci Əhməd 1600-1617-ci illərdə hakimiyyətdə olub. Qəfəs üsuluna əsasən əvvəlki dövrdə hökmdardan sonra gələcək taxta çıxacaq varis
dövlət idarəçiliyində iştirak edirdi, təcrübə qazanırdı. Ancaq qəfəs üsuluna əsasən yeni taxta çıxacaq Osmanlı sultanı sarayda böyüyürdü və bunun nəticəsində dövlət işlərinə qarışmırdı. Bu da gələcəkdə hökmdar olacaq şəxsin təcrübəsiz olmasına gətirib çıxardırdı. Osmanlı sistemində 1-ci Əhmədin dövründən tətbiq edilən qəfəs üsulu gələcəkdə taxta çıxan Osmanlı sultanlarının təcrübəsiz olmasına gətirib çıxardırdı. Bu da dövlətin idarə etmə sistemini zəiflədən amillərdən biridir. Bu dövrdə dövlət idarəçiliyinin zəifləməsinin bir sıra səbəbləri vardı. Dövlət idarəçiliyinin zəifləməsinin səbəbləri nə idi? Azyaşlı sultanların işlərinə analarının, validə sultanları kifayət qədər qarışırdı və idarəçilikdə validə sultanlarının qarışması, yüksək vəzifələrə təyin etmə zamanı rüşvət hallarının artması, sədrəzəm vəzifəsinin tez-tez dəyişdirilməsi, sultanların hərbi yürüşdə ordunun başında olmaması Osmanlı dövlətində idarəçiliyin zəifləməsinin başlıca səbəbləri sırasına daxildir. Bu dövrdə Osmanlı imperiyasının zəifləməsi idarəçiliklə yanaşı iqtisadiyyatın da zəifləməsinin bir sıra səbəbləri vardı. Bu üsullardan biri də cülus bəxşişi idi. Cülus bəxşişi nə idi? Hər hansı bir Osmanlı sultanı hakimiyyətə çıxdığı təqdirdə məmurlara, mülki əyanlara çoxlu şəkildə torpaq sahələri paylayırdı, hədiyyələr paylayırdı. Hədiyyələrin hər yeni çıxan hökmdar çalışırdı ki, özündən əvvəlki hökmdardan daha çox torpaq sahəsi, daha çox hədiyyə paylasın. Bu da cülus bəxşişlərin, hədiyyələrin paylanması dövlət xəzinəsinin boşalmasına gətirib çıxardırdı. Dövlət xəzinəsinin azalmasına gətirib çıxardırdı. İqtisadiyyatın zəifləməsinin səbəblərindən biri də coğrafi kəşflərdir. Osmanlı dövlətinin zəifləməsinin xarici səbəbində demişdik bu coğrafi kəşfləri. Coğrafi kəşflər nəticəsində artıq bəzi ölkələr Osmanlı dövlətinin ərazisindən keçmirdilər və başqa yollarla ticarət əlaqələri edirdilər. Bunun nəticəsində Osmanlı dövləti də coğrafi kəşflərdən sonra gömrük rüsumlarını, vergilərinin miqdarını azaltmışdı. Gömrük vergilərin azaldılması da Osmanlı xəzinəsinə daxil olan gəlirləri azaltmışdı. Bu dövrdə Osmanlı dövlətində həmçinin kənd əhalisi öz təhlükəsizliyini təmin etmək üçün kəndlərdən şəhərlərə gəlirdi. Əhalinin kəndlərdən şəhərlərə gəlməsi də iqtisadiyyatın zəifləməsinə səbəb olurdu. Çünki şəhərlərdə işsizliyin yaranmasına gətirib çıxardırdı. Kənd təsərrüfatı ilə məşğul olan əhali isə kənd məhsullarının miqdarı bir növ azalırdı. Osmanlı dövlətindəki iqtisadi durğunluq ordu quruculuğuna da, orduda da bir sıra nöqsanların artmasına gətirib çıxardırdı. Bu da ordunun zəifləməsinə gətirib çıxardırdı. Osmanlı ordusunda hərbi xidmətdə olan şəxslər qapı pulu ocaqlarına yazılırdılar. Bunun nəticəsində qapı pulu ocaqlarına yazılan şəxslər dövlətdən müəyyən qədər vəsait alırdılar. Ancaq bu dövrdə 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərində artıq qapı pulu ocaqlarına hərbi xidmətdə olmayan şəxslər də yazılırdı. Bu da Osmanlı dövlətində xəzinənin azalmasının səbəblərindən biridir. Osmanlı imperiyasında bu dövrdə iqtisadi səbəblərlə yanaşı elm və təhsil sahəsində də durğunluq baş vermişdi. Dünyəvi elmlərə diqqət yetirmirdilər. Daha çox mədrəsələrdə, məktəblərdə dini elmlərə üstünlük verilirdi. Bu dövrdə Osmanlı dövlətində beşik alimliyi deyilən bir sistem tətbiq edilirdi. Beşik alimliyi prinsipi 16-cı əsrdən tətbiq edilməyə başlamışdı. Beşik alimliyi prinsipinə əsasən alimin oğlu alimdir prinsipi irəli sürülürdü. Alimin oğlu alimdir prinsipinin irəli sürülməsi təkcə təhsil sahəsində deyil, idarəçilik sahəsində də həyata keçirilirdi. Bu da elmin də tənəzzülə uğramasının başlıca səbəblərindən biridir. Ümumiyyətlə, 17-ci əsrin ikinci yarısında Osmanlıda tənəzzülün qarşısını almaq üçün bir sıra islahatlar həyata keçirildi. Bu dövrdə 17-ci əsrin ikinci yarısında islahatların həyata keçirilməsi Körpülü Mehmet Paşanın adı ilə bağlıdır. Körpülü Mehmet Paşa
1661-ci ildə sədr-əzəm vəzifəsində olmuşdu. Körpülü Mehmet Paşa bir sıra sahələrdə islahatlar keçirdi. Körpülü Mehmet Paşanın islahatlar keçirməkdə məqsədi nə idi? Osmanlı dövlətində durğunluğun qarşısını almaq, Osmanlı dövlətinin tənəzzülünün qarşısını almaq, orduda nizam-intizam yaratmaq, din alimləri arasında mübahisələrə son qoymaq üçün islahatlar keçirməyə çalışırdı. Və beləliklə, düzdür, Körpülü Mehmet Paşanın islahatları durğunluğun qarşısını ala bilmədi. Ancaq bir sıra nəticələri də oldu. Hansı nəticələri oldu? Dövlət büdcəsindəki kəsir aradan qaldırıldı. Kifayət qədər dövlət büdcəsinə vəsait daxil edildi. Orduda nizam-intizam yaradıldı. Orduda nizam-intizamın yaradılması nəticəsində Anadoluda baş verən üsyanlar yatırıldı. Venesiya ilə uğurlu müharibə aparıldı və Çanaqqalada Venesiyalıların ordusu məğlubiyyətə uğradıldı. Din alimləri, İslam alimləri arasındakı mübahisəli vəziyyətə son qoyuldu. Körpülü Mehmet Paşadan sonra onun islahatları onun oğlu Fazıl Əhməd Paşa tərəfindən də davam etdirilmişdi. Fazıl Əhməd Paşa 1661-ci ildən 1676-cı ilə qədər Osmanlı dövlətində sədr-əzəm vəzifəsində çalışmışdı. Fazıl Əhməd Paşanın dövründə Avstriya ilə uğurlu mübarizə aparıldı və uzun müddət davam edən mübarizə nəticəsində 1669-cu ildə uzun müddət mühasirədə saxlanan Kirit adası Osmanlı dövlətinə birləşdirildi. Həmçinin bu dövrdə Respospolita və Rusiyaya qarşı da uğurlu mübarizələr aparıldı və Ukrayna kazaklarının bir hissəsi Osmanlı dövlətinin hakimiyyətini qəbul etdilər. Respospolita dövləti 1569-cu ildə Polşa və Litva dövlətinin birləşdirilməsi nəticəsində yaranmış dövlət idi. Respospolita dövləti 1569-1795-ci illər ərzində mövcud olmuşdu. Osmanlı dövlətinin bu dövrdə uğurları ona qarşı müqəddəs birliyin yaradılmasına gətirib çıxartdı. Müqəddəs birlik 1684-cü ildə yaradılmışdı. Müqəddəs birliyə daxil olan ölkələr hansılardır? Avstriya idi, Malta idi, Venesiya idi və Respospolita idi. 1686-cı ildə Rusiyada müqəddəs birliyə daxil olmuşdu. Bu dövrdə Səfəvilər dövlətinə də təklif edildi müqəddəs birliyə daxil olmaq. Lakin bu dövrdə Osmanlı dövlətində hakimiyyətdə olan Şah Sultan Süleyman bildirdi ki, biz qan və din qardaşlarımıza qarşı mübarizə aparmayacaq. Və beləliklə Səfəvilər Osmanlılara qarşı yaradılmış müqəddəs birliyə daxil olmaqdan imtina etdilər. Müqəddəs birliklə Osmanlılar arasında aparılan müharibə Osmanlıların məğlubiyyəti ilə nəticələndi və beləliklə 1699-cu ildə müqəddəs birliyə daxil olan dövlətlərlə Osmanlılar arasında müqavilə imzalandı. Bu indi sülh müqaviləsinin adı kitablardan çıxarılıb. Bu Karlovitsa sülh müqaviləsi idi. Karlovitsa sülh müqaviləsinin şərtlərinə əsasən bir sıra ərazilər müqəddəs birliyə verildi. Hansı ərazilər? Avstriya, Macaristan və Transilvaniya əraziləri Avstriyaya verildi. Podolya və Broslaviya əraziləri Polşaya verildi. Dalmasiya və Mariya əraziləri isə Venesiyaya verildi. Artıq 1699-cu ildə imzalanan Karlovitsa sülh müqaviləsi ilə Osmanlı dövlətində durğunluq dövrü başa çatdı və növbəti bir mərhələ olan geriləmə dövrü başladı. Osmanlı dövlətində geriləmə dövrü 1699-cu ildən 1791-ci ilə qədər Jassu sülh müqaviləsinə qədər olan dövrü əhatə edir. Osmanlı dövlətində 18-ci əsrin əvvəllərində hakimiyyətdə Sultan 3-cü Əhməd olmuşdu. Sultan 3-cü Əhmədin Osmanlı dövlətində hakimiyyəti 1700-1730-cu illəri əhatə edir. Üçüncü Əhmədin hakimiyyəti dövründə də dövlətin qarşısına qoyduğu əsas məqsəd nədən ibarət idi? Dövlətin beynəlxalq nüfuzunu bərpa etməkdən ibarət idi. Ona görə də 3-cü Əhməd buna qarşı mübarizəyə başladı. 1709-cu ildə Rus ordusu tərəfindən Poltova döyüşündə İsveç ordusu məğlubiyyətə uğradıldı. İsveç kralı 12-ci Karl Osmanlı ərazisində qaçıb gizləndi. Birinci Pyotrda 12-ci Karlı təqib etmək adı altında Osmanlı ərazisinə daxil oldu. Qaradəniz sahillərinə gəlib çıxdı. Ancaq
bu zaman 1-ci Pyotrun ordusu mühasirəyə düşdü. Rusiya ordusu mühasirəyə düşdüyü üçün 1-ci Pyotr 1711-ci ildə baş verən Prut yürüşündə Rusiya üçün uğursuzluqla nəticələndi. 1-ci Pyotr öz nümayəndəsini Osmanlı sədrəzəminin sarayına göndərdi və beləliklə onlar arasında 1711-ci ildə Prut müqaviləsi imzalandı. Prut müqaviləsinə görə Rusiya 17-ci əsrin sonlarında ələ keçirtdiyi Azov qalasını qaytardı Osmanlı dövlətinə. Artıq 3-cü Əhməd Rusiya üzərində qələbədən arxayınlaşaraq Avstriya və Venesiyaya qarşı müharibəyə başladı. Lakin 3-cü Əhmədin Avstriya və Venesiyaya qarşı apardığı müharibələr uğursuzluqla nəticələndi. Uğur əldə edə bilmədi. Ancaq bundan sonra İngiltərə, 3-cü Əhmədin dövründə İngiltərə, Fransa, Avstriyaya Osmanlı dövləti tərəfindən xüsusi nümayəndə heyətləri göndərildi və bunun nəticəsində nümayəndə heyətinə ordu quruculuq və elmi sahədə yeniliklərlə tanış olmaq tapşırığı verilmişdi və beləliklə onlar ordu quruculuğu və elmi yeniliklərlə tanış oldular. 3-cü Əhmədin hakimiyyəti dövründə Osmanlı dövlətində sədrəzəm vəzifəsində İbrahim Paşa olmuşdu. Bu dövrdə həyata keçirilən islahatlar tarixşünaslıqda Lalə dövrü kimi tanınır. Lalə dövrü 1718-1730-cu illəri əhatə edir. Əsasən parklar, xiyabanlar, lalə gülü, lalə dekorasiyasına uyğun qurulduğu üçün bu dövrü Lalə dövrü adlandırırlar. Lalə dövründə İbrahim Paşa tərəfindən bir sıra 3-cü Əhmədin göstərişi ilə İbrahim Paşa tərəfindən islahatlar keçirildi. İslahatların keçirilməsində məqsəd nə idi? Dövlətin sarsılmış qüdrətini bərpa etmək üçün islahatlar keçirildi və bu xəzinənin boşalmasının qarşısını almaq üçün tədbirlər görüldü. Xəzinənin boşalmasına başlıca maneələrdən biri olan bəzi Yeniçəri birlikləri ləğv edildi. Bu da dövlət vəsaitinə qənaət etməyə imkan verirdi. Və beləliklə keçirilən islahatların nəticəsi nə oldu? Dünyəvi elmlərə maraq artdı. Osmanlı dövlətində ilk dəfə mətbə 3-cü Əhmədin dövründə fəaliyyətə başladı. Bu dövrdə islahatlar nəticəsində Qara və Mərmərə dənizlərinin xəritəsi hazırlandı. İstanbulda yanğından mühafizə deposu təşkil edildi. Həmçinin bu dövrdə İstanbulda bir sıra yeni ictimai binalar da tikildi. Həmçinin bu dövrdə ən mühüm xəstəliklərdən biri olan çiçək xəstəliyinə qarşı peyvənd də bu dövrdə edildi. Artıq dedik, Osmanlı dövlətində bəzi Yeniçəri birlikləri ləğv edilmişdi. Bu Yeniçəri birliklərinin ləğv edilməsinə qarşı və Osmanlı sultanına qarşı narazılıqlar 1730-cu ildə İstanbulda Yeniçəri üsyanına səbəb oldu. 1730-cu ildə Osmanlı dövləti Səfəvilər dövlətinə qarşı, Nadir xana qarşı mübarizə aparırdı. Bu zaman Sultan ordunun başında, səhər vaxtı ordunun başında çıxdı, lakin gecə yarısı saraya qayıtması bəzi Yeniçərilərin və əhalinin narazılığına səbəb oldu. Və beləliklə 1730-cu ildə baş verən İstanbulda Yeniçəri üsyanı zamanı Sultan 3-cü Əhməd hakimiyyətdən uzaqlaşdırıldı. Sultan 3-cü Əhmədin qardaşı oğlu 1-ci Mahmud Sultan elan edildi. 1-ci Mahmudun hakimiyyəti 1730-1754-cü illəri əhatə edir. 1-ci Mahmud hakimiyyətə gəldikdən sonra qiyamçı Yeniçərilərin qaldırdığı üsyanları yatırtdı. Bu dövrdə həmçinin qiyam zamanı Osmanlı dövlətində İstanbulda bir sıra memarlıq abidələrinə zərər dəymişdi. İstanbulda abadlıq işləri aparıldı. Zərər dəymiş bəzi ictimai binalar bərpa edildi. Həmçinin 1-ci Mahmudun hakimiyyəti dövründə həndəsənin xüsusi inkişafına xüsusi diqqət yetirildi. Və İstanbulda həndəsəni geniş şəkildə təbliğ edən yeni bir məktəb açıldı. Həmçinin onun hakimiyyəti dövründə İstanbulda
kağız istehsal edən müəssisə fəaliyyət də göstərirdi. Əmisindən fərqli olaraq 1-ci Mahmudun hakimiyyəti dövründə ordu quruculuğuna daha çox diqqət yetirilirdi. Nadir Şah Əfşarla müharibə apardı, həmçinin Nadir Şah Əfşarla sülh müqaviləsi də bağlandı. Ancaq Avropada əsas diqqətin Avstriyaya qarşı yönəltmişdi və Avstriyaya qarşı müharibədə bir sıra uğurlar qazandı və 3-cü Əhməddən fərqli olaraq Balkanlarda öz mövqeyini möhkəmləndirdi. İlk dəfə olaraq 1-ci Mahmudun hakimiyyəti dövründə Balkanlarda uğur qazanmasında Qumbaraçılar Ocağının mühüm rolu olmuşdu. Qumbaraçılar Ocağı 1-ci Mahmudun hakimiyyəti dövründə yaradılmışdı. Qumbaraçılar Ocağı hər biri 25 nəfərdən ibarət olan cəmi 600 nəfərdən ibarət idi. Hər biri 25 nəfərdən olan, ümumilikdə 600 nəfərdən ibarət Qumbaraçılar Ocağı vardı. Əsasən bunlarda Qumbara Atanlar dəstəsi hesab edilirdi. İlk dəfə Osmanlı dövlətində yaradılmışdı. Bu Qumbaraçılar Ocağının yaradılmasında Fransız Bonnevalın mühüm rolu olmuşdu. Fransız Bonneval əsir düşmüşdü döyüşlərin birində və sonrakı dövrdə o İslam dinini qəbul etmiş, Əhməd Paşa adlanmağa başlamışdı. Və bunun nəticəsində Qumbaraçılar Ocağı Balkanlardakı qələbədə mühüm rol oynamışdı. 18-ci əsrin ikinci yarısında Rusiya ilə Osmanlı arasında müharibə baş vermişdi. 1768-1774-cü il Rus-Osmanlı müharibəsi Rusiyanın qalibiyyəti ilə nəticələndi və nəticədə 1774-cü ildə Rusiya ilə Osmanlı arasında Kiçik Qaynarca sülh müqaviləsi imzalandı. Kiçik Qaynarca sülh müqaviləsinə əsasən Osmanlı dövləti onun vassal asılılığında olan Krım xanlığının müstəqilliyini tanıdı. Rusiya ilk dəfə Qara dənizə və boğazlara çıxış əldə edə bildi. Həmçinin Osmanlı dövləti ilk dəfə bu Kiçik Qaynarca sülh müqaviləsinin şərtlərinə əsasən təzminat ödədi. Artıq bu dövrdə Rusiya tərəfindən, Rusiyada hakimiyyətdə 2-ci Yekaterina idi. Şərq məsələsi meydana çıxmışdı. Şərq məsələsi 2-ci Yekaterina və onun saray əyanı Potyomkin tərəfindən hazırlanmışdı. Şərq məsələsinə əsasən Azov və Qara dəniz sahilləri tamamilə tutulmalı idi və Rusiyanın Bosfor və Dardanel boğazlarına çıxışı tam şəkildə təmin etməli idi. Şərq məsələsi əsasən qəbul edilən bir digər Yunan layihəsinə əsasən Osmanlı İmperiyasının ərazisi bölüşdürülməli idi. Osmanlı İmperiyasının ərazisi hesabına Rusiya İmperiyası genişləndirilməli idi. Xristiyanların, Provoslavların tam şəkildə Rusiyanın himayəsi altında olmalı idi. Həmçinin Osmanlı İmperiyası ərazisində paytaxt İstanbulun adı dəyişdirilib Konstantinopol olmalı, Bizans İmperiyası bərpa edilməli, həmçinin bu Bizans İmperiyasının torpaqlarının bir hissəsi Avstriyanı verilməlidir və Avstriyanın nəzarəti altında Bizans İmperiyası bərpa edilməlidir. Həmçinin Yunan layihəsində bildirirdi ki, Fransa və İngiltərənin də şərqdəki nüfuz dairələrinə ciddi şəkildə zərbə endirilməlidir. Rusiya 1783-cü ildə Krımı özünə birləşdirdi. Krımın Rusiyaya birləşdirilməsi Rusiya ilə Osmanlı arasında narazılığa gətirib çıxartdı və növbəti 1787-1791-ci illəri əhatə edən Rus-Osmanlı müharibəsi baş verdi. Bunun nəticəsində müharibəyə Avstriya da qoşulsa, lakin Avstriya ordusu Osmanlı ordusu tərəfindən məğlub edilib müharibədən çıxarıldı. Lakin Osmanlı dövləti Rus ordusuna qalib gələ bilmədi və beləliklə 1791-ci ildə Jassus müqaviləsi imzalandı. Jassus müqaviləsinə əsasən Dnestr çayı iki dövlət arasında sərhəd oldu. Cənubi Buqdan Dnestr çayına qədər olan ərazilər Rusiya dövlətinin tərkibinə verildi. Rusiya Bosfor və Dardanel boğazlarında qəti olaraq möhkəmləndi. Lakin bu dövrdə şərq məsələsi necə nəticə? Şərq məsələsi uğurla nəticələnmədi, uğursuz oldu. Şərq məsələsinin uğursuz olmasının səbəbi nə idi? Bu dövrdə Afrikada, Misir uğrunda İngiltərə və Fransa arasındakı rəqabət şərq məsələsinin baş tutmamasının səbəblərindən biri idi. Digər səbəbi isə Balkanlarda Rusiya və Avstriya arasında mübarizə şərq məsələsinin baş tutmamasına səbəb oldu. Bu dövrdə Osmanlı dövlətində hakimiyyətə
Sultan 3-cü Səlim olmuşdu. Sultan 3-cü Səlimin Osmanlı dövlətində hakimiyyəti dövrü 1789-cu ildən 1807-ci ilə qədər olan dövrü əhatə edir. Osmanlı dövlətində 1791-ci ildə Yassı sul müqaviləsinin imzalanması ilə geriləmə dövrü başa çatdı, dağılma dövrü başladı. Bu mövzumuzla bağlı bu qədər.